uşaqlar. Salam. Əyləşin. Riyaziyyat bütün elmlərin şahıdır. Alman riyaziyyatçısı Karl Gauss. Kim yoxdur dərsdə? Hamı gəlir. Əyləş. Yaxşı uşaqlar, açın kitab dəftərlərinizi. Kitablarınızı açın. Bugünkü dərsimiz perimetr mövzusudur. Dərsimizin mövzusu, baxın, perimetrdir. İndi biz görək, fiqurların perimetrini necə tapmaq olar. Motivasiya mərhələsini yaratmaq üçün biz əvvəlcə keçmiş dərslərimizlə inteqrasiya edək. Görək, hansı müstəvi fiqurlarını tanıyırıq. Kim deyər? Buyur. Figurlar iki yerə bölünür. Müstəvi figurlar və fəza figurlar. Müstəvi figurlar bunlardır. Bütün nöqtələr müstəvinin üzərinə düşən figurlara müstəvi figurlar deyilir. Bütün nöqtələr müstəvinin üzərinə düşməyən figurlara isə fəza figurlar. Əyləş. Hansı müstəvi fiqurları tanıyırıq? Kvadrat, rub, trapesiya, düzbucaq. Başqa? Ay, sağ ol. Əyləşin. Baxın, sadaladığımız fiqurlar lövhədə də əks olunubdur. Üçbucaq, dairə, kvadrat, düzbucaqlı və s. Və hətta fəza fiqurlarımız da qeyd olunmuşdur. İndi gəlin fiqurlarımızı biz əyləncəli şəkildə tanıyaq. Bu hansı fiqurdur uşaqlar? Dairə. Kim dairə haqqında danışar? Buyur Əli. Çevrəvi müstəvidən olan ayrıcı hissəsinə dairə deyilir. Dairənin nə uzağı, nə də təpəsi yoxdur. Onun sonsuz sayda radiusu var. Əyləş, düzdür. Baxın, dairədir. Əyləncəli şəkildə bizə dairəni öyrədir. Aha, bu hansı fiqurdur uşaqlar? Kim üçbucaq haqqında danışar? Buyur Cəfər. Bir düzgün üzərində olmayan üç nöqtə və bu nöqtələri ardıcıl birləşdirən parçalardan ibarət figura üçbucaq deyilir. Üçbucağın üç təpəsi, üç tərəfi və üç bucağı vardır. Üçbucaqlar tərəflərinə və bucaqlarına görə üç yerə bölünür. Bərabər tərəfli, bərabər yanlı və müxtəlif tərəfli, düzbucaq, üçbucaq, üçbucaq, üçbucaq və çoxbucaq. Düzdür, əyləş, soğusa. Bəs bu hansı fiqurdur? Kvadrat. Kim deyər? Kvadrat haqqında kim danışar? Bucaqları bərabər olan düzbucaqlıya kvadrat deyilir. Düzdür. Kvadratın 4 simetri oxu, 2 diagonalı var. Bütün bucaqları düzbucaqlıdır. Düzdür, Və son düzdür. dərəcəli. Düzdür, əyləş. Baxın kvadratımıza. Sonra baxın, indi hansı fiqur haqqındadır? Bu hansı fiqurdur? Düzbucaqlı haqqında kim danışar uşaqlar? Buyur Sami. Bucaqları düzbucaq olan paralelograma düzbucaq deyilir. Düzbucaqların 3 simetri oxu var. 2 diagonalı bölüm var. Düzbucaqların qarşı tərəfləri bir-birinə paralel və bərabər. Düzdür, əyləş, əyləş. Baxın, düzbucaqlı Sami dediyi kimi qarşı tərəfləri paralel və bir-birinə bərabərdir. Bəs bu hansı fiqurdur rəfdən gəlir? Trapesiya. Trapesiya haqqında kim danışa bilər? Buyurun. Yalnız iki qarşı tərəfi paralel olan dörtbucaqlıya trapesiya deyilir. Trapesiyanın bir çox növləri vardır. Düzbucaqlı trapesiya, bərabər yanlı trapesiya, trapesiyanın iki diagonalı vardır və yalnız bərabər yanlı trapesiya simetri oxu var. Bir simmetriyok var, əyləş, düzdür. Yaxşı, indi baxın, bu hamımızın uşaqlıqda oynatdığı, indi də oynatdığı çərpələc nəyə oxşuyur? Romba. Romba haqqında kim məlumat verər? Buyur, Asur. Bütün tərəfləri bərabər olan paralelograma romb deyilir. Rombun iki diagonalı, iki simetri oxu var. Qarşı bucaqlar bir-birinə bərabərdir. Biz rombu pahlavaya oxşadırıq. Ay, sağ ol, biz rombu deməli pahlavaya oxşadırıq. İndi baxın, bu hansı fiqurdur? Bizə nəyi xatırladır? Sanki bəzənmiş bayram yumurtalarıdır. Kim danışar bu haqda? Buyur. İngilis ova ingilisindən tərcümə edilib, yumurtanın kontura bənzəyən müstəvidən qapalı döngənliyi və bizə yumurtanı xatırladır. Ay, sağ ol, doğrudan da elə sanki bayram yumurtalarını bizə xatırladırdı. Deməli, biz fiqurları bu şəkildə əyləncəli formada
öyrəndi. İndi baxın, bayaq sadaladığımız kimi düz bucaqlı, bütün bucaqları düz bucaq olan dörd bucaqlıya düz bucaqlı deyilir. Şəkili də burada verilir, görürsünüzmü? Qırmızı xətlərlə, yaşıl xətlərlə paralel tərəflərdir. Düz bucaqlıya başqa bir tərif də veririk. Qonşu tərəfləri perpendikulyar olan paraleqrama düz bucaqlı deyilir. Onda uşaqlar, deyin görün, perpendikulyar düz xətlər nəyə deyilir? Kim deyər? Cəfər, de görün. Düz bucaq altında kəsişən düz xətlərə perpendikulyar düz xətlər. Başqa kim təkrarlayar? Düz bucaqlar Düz bucaq altında. Düz bucaq altında kəsişən düz xətlərə perpendikulyar düz xətlər deyilir. Əyləş düzdür. Onda uşaqlar, indi keçək dərsimizin mövzusunda sual olmur. Görəsən, perimetr nədir? Dərsimizin mövzusu perimetrdir. Nə deməkdir perimetr? Kim deyər? Əli, nə deməkdir? Bütün bucaqlarının cəmi, Bucaqlar yox, tərəflər. bütün tərəflərinin cəmi perimetr. Aha, başqa necə başa düşürsünüz? Başqa necə başa, yəni necə başa düşürsən? Toplasaq, Perimetr alaraq. Başqa necə başa düşürük? Turqay, de görüm necə başa düşürük? Bəli, bir yerin ölçəcək. Kənarlarını cəmi. Düzdür, əyləş. İndi baxın, perimetr nə deməkdir? Perimetr sözünün mənası ətrafı ölçürəm deməkdir. Yəni, fiqurun sərhədlərinin başa düşülür. Onu da biz nə ilə? Uzunluq vahidləri ilə ölçürük. Belə bir sual var. Perimetrdən nə üçün istifadə olunur? Bir deyin görün, bu haqda məlumatınız var mı? Abbas, ne görün? bir dərsi stola Stol örtüsünü. kənarlarına net qoymaq istər. Bax, düz deyirsən. Dərzi kənarlarına net düyməsi nə qədər net lazımdır? Başqa bu haqda kim deyər? Kim deyər başqa? De görün, Asud, de görün. Usta ne deyir burada? Qapının ətrafına reyka vurmaq istər. nə qədər reyka lazımdır ona? Sonra başqa şəkil haqqında kim nə deyə bilər? Sami, nə deyə bilərsən? Uşaq çərçivəli. Çərçivə düzəltmişdir. Ona nə qədər lazım, ona taxta nə qədər lazım. Ay sağ ol, başqa. Daha kim deyə bilər? Başqa uşaqlardan dur görür, rahatlıq. Dur görür. Əşli sahəni. Ona nə qədər səbər lazımdır? Düzdür, əyləş. Deməli, uşaqlar, gördük ki, biz perimetrdən bir çox sahələrdə istifadə edirik. Onda dərsimizin əsas tədqiqat sualı belədir. Bəs fiqurların perimetri necə tapılır? Yəni, biz istənilən fiqurun perimetrini necə tapacağıq? Biz bayaqdan bir çox müstəvi fiqurlarını sadaladıq və uşaq yoldaşlarımızın hər biri bir fiqurun adını çəkdilər. Düz bucaqlı, kvadrat, romb, trapeziya və s. Onların perimetrinin hesablanmasına baxaq. Əvvəlcə düz bucaqlı haqqında danışmışdıq. Deməli, düz bucaqlının bir təpədən çıxan tərəfləri onun uzunluğu və eni adlanır. İndi baxaq görək düz bucaqlının perimetri necə tapılır? Deməli, perimetr bərabərdir A plus A plus B plus B. O da bərabərdir. A ilə A'yı toplasaq 2A, B ilə B'yi toplasaq 2B. 2-ni çıxarsaq möhtərizə xaricinə 2 vurulsun A plus B. Deməli, biz hansı düsturu almış oluruq? Əgər düz bucaqlının uzunluğunu A, enini B ilə işarətsək, perimetr üçün düstur almış oluruq. Perimetr bərabərdir, 2 vurulsun A plus B olur. Deməli, biz istənilən düz bucaqlının perimetri üçün düstur almış oluruq. Düz bucaqlının perimetrini həmin düsturla hesablayır. İndi belə bir məsələ gəldi. Kim bunun sualın cavabını tapar? Cənnətli görüm necə taparıq bunu? 30 mm ilə 15 mm toplayaraq 45 mm olar. 45 mm-də 2-yə vurarıq 90 mm. Düzdür. Nəyə əsaslandın? Perimetr. Düz bucaqlının perimetri düsturuna əyləş. Başqa bir test gəldi. Baxaq görək düz bucaqlının tərəfləri 16 sm və 10 sm
olarsa, onun perimetrini tapın. Kim tapar? Cəld kim tapar? Turqay buyur. Mənim 10 ilə 16 toplayarıq 26, 26-da 2-yə vurarıq 52. Cavab Abandır, 52. Düzdür, çox düzdür. Yenə nəyə əsaslandıq? Perimetrin üstünə. Yaxşı, keçək yeni bir fiqur. Kvadratın perimetri necə hesablanır? Biz bayaq təkrarladıq və dedik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Onda kvadratın perimetri olar 4 vurulsun. A, yəni kvadratın perimetrini tapmaq üçün tərəfin uzunluğunu 4-ə vurmaq lazımdır. Düzdürmü? Yaxşı. İndi başqa bir fiqur gəldi. Bu hansı fiqur idi? Trapeziya. Görək trapeziyanın perimetri necə hesablanır? Yenə trapeziyanın tərəfləri A, B, C, D olduğundan onların cəminə bərabərdir. Bəs bu sualın cavabını kim deyər? Səyyarədə görüm. 4 plus 8 plus 7 plus 2 o da bərabərdir 21 santim. Düzdür. Yaxşı, bu ixtiyari dördbucaqlıdır. Deməli, hansı nəticəyə gəldik? Bütün tərəflərini cəminə bərabərdir. İndi baxın, üçbucaq üçün perimetri düsturları verilir. Bayaq Cəfər sadaladı ki, bərabər tərəfli, bərabər yanlı, müxtəlif tərəfli üçbucaqlar var. Bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabərdir. Onda perimetr 3A. Bərabər yanlış bucağın tərəfləri ikisi bərabərdir. Olur P bərabərdir A plus 2B. Müxtəlif tərəfli üçbucağın isə perimetri A plus B plus C düsturu ilə hesablanır. İndi gəlin, bayaqdan sadaladığımız bir neçə fiqurun ümumi perimetrləri düsturlarına bir də nəzər yetirək. Deməli, uşaqlar, siz də deyə bilərsiniz soruyla düzbucaqlının perimetri hansı düsturla? 2A plus 2B. Həmçinin paralelogramın, kvadratın və romburcu P bərabərdir 4-a. Trapeziyanınki isə A plus B plus C plus C düsturu ilə hesablanır. Yaxşı, sonda belə bir fiqurumuz var. Bəs görək, biz bu fiqurun perimetrini necə hesablaya bilərik? Onda uşaqlar, gəlin belə bir fiqurun perimetrini tapaq. Görün, bu fiqurun perimetrini kim tapacaq? Kim tapa bilər bu fiqurun perimetrini? Gələr lövhədə izah eləyər. Cəfər, gəl görüm. İzah elə görüm lövhədə. Bu fiqurun perimetrini biz necə tapaq? Bizlər buranı və buranın uzunluğunu verməyiblər. Əgər bura 5-dirsə, onda burada 5 santim olar. Əgər burada 2 santimetrdirsə, burada 2 santimetr olar. Və bura 10-dursa, bu iki tərəf 3 santimetr. Bir dəqiqə, Cəfər, nəyə əsaslanıb dedin ki, bura 5-dir, burada 5 olar? Çünki qarşı tərəfləri bərabər. Ay, sağ ol. Bu bir dənə düzbucaqlıya tamamlasaq düzdür. Aha. Burası 10-dursa, bura naməlum 7, 3 santimetr plus 3 santimetr bərabərdir 6 santimetr. Cəfər, bəlkə onu orada lövhədə göstərəsən, hesablamasını da markeri götür, lövhədə yaz görüm. Markeri götür. Yaz. Çəkili çəkmə, elə orada dediklərini yaz. Burada bax, oradan yaz. Aha. Ay, sağ ol. 34 vahidi nə olar? Santimetr. Deməli, Cəfər, perimetrin ölçü vahidi nədir? Biz hansı vahidlərlə perimetri ölçürük? Uzunluq vahidləri hansılardır? Milimetr, santimetr, desimetr, metr ölçüm olur. Ay, sağ ol, əyləş. Gördünüzmü uşaqlar? Bu daha bir qədər mürəkkəb şəkildə verilmiş fiqur idi. Doğrudan da Cəfər düzgün olaraq qeyd elədi ki, bu fiqurun perimetrini necə tapmaq lazımdır? Deməli, buradan biz elə belə bir nəticəyə gələ bilirik ki, istənilən müstəvi fiqurun perimetrini tapmaq üçün onun bütün tərəflərini toplamaq lazımdır. Yəni, adi dildə desək, kənarlarını toplayıb perimetrini tapmaq lazımdır. Yaxşı, onda gəlin bir görək siz bugünkü dərsimizdə nə öyrəndiniz?
Bizim dersimizin mövzusu neydi? Perimetr. Deməli, istənilən fiqurun perimetrini necə tapırıq? Düzbucaqlının perimetrini necə tapırdıq uşaqlar? Nə öyrəndik? Hansı düsturla tapdıq? Xorla deyə bilərsiniz aslada? Ay sağ ol. Niyə? Çünki demişik ki, düzbucaqlının qarşı tərəfləri cüt-cüt bərabər və paraleldir, düzgündür. Bəs kvadratın perimetrini hansı düsturla tapdıq? Yenə deyə bilərsiniz. Niyə? Çünki kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Və eyni zamanda rombun perimetrini necə tapdıq? Bəs istənilən trapesiyanın olsun, dördbucaqlının olsun, perimetrini necə tapdıq? Müxtəlif tərəfli. Bəs üçbucaqların perimetrini necə tapdıq? Hesabladıq, yaxşı, düzgündür. Onu da gəlin bir bu öyrəndiklərimizi misallar üzərində tətbiq eləyək görək. Doğrudanmı fiqurların perimetrini hesablamağı bildinizmi, öyrəndinizmi? Sizə iş vərəqləri təqdim eləmişəm. İndi onları təqdim eləyəcəm bəzi yoldaşlarımıza. Görün necə cavab verəcəksiniz. Cənnət birin sən yaz. Samir birin sən yaz. Səyyarə birini sənə verirəm. Buyurun, tez-tez kim işləsə, tez cavab versin, əlini qaldırsın. Elif birini də sənə verim. Aysu birini də sənə verim. Abbas buyur, birini də sən yaz. Birini kimə verəm? Zəfərə birini də verirəm sənə. Buyurun, işləyin görün. Kim? Orada verilən müxtəlif suallar verilmişdir, məsələlər verilir, bəzilərində test verilibdir. Kim düzgün, yaxşı və tez cavab verəcək. Cənnət əli qaldırdı. Cənnət hazırsan suala? Buyur, birinci sualını təqdim edək, yoldaşlarım da eşitsin. A bərabərdir B bərabərdir 4,1 cm və C bərabər. A bərabərdir B bərabər 4,1 cm və C bərabərdir 5,1 cm olan bərabər yanlı üçbucağın perimetri neçə santimetrdir? Aha, deməli bərabər yanlı üçbucağın perimetrini tapmaq tələb olunur. 4,1 plus 5,1 bərabərdir 14,1 cm. Aha, düzdür. Çox düzgündür. Samir də hazırdır. Samir, sən sualını təqdim elə görüm. Buyur. Düzbucaqlı haqqında nə bilirsiniz? Aha, bayaqdan elə biz düzbucaqlı haqqında danışmışıq. Düzbucaq deyilir. Düzbucaqlının heç iki simmetri oxu var, iki diaqonalı var. Qarşı tərəfləri bərabər və paraleldir. Yaxşı, bəs bugün düzbucaqlı haqqında nə öyrəndik? Perimetri necə tapdıq? Düzbucaqlının A plus B vurulsun 2. Deməli, düzbucaqlının eni ilə uzunluğunu toplayıb nə etmək lazımdır? 2-yə vurmaq lazımdır. Düzgündür, əyləş. Başqa kim hazırdır? Əli buyur görüm, hazırsan sualını təqdim elə. Hər üç bucağın tərəfi əvvəlkindən 1 cm böyükdür. Fiqurun perimetrini tapın. Aha, biraz daha çətindir Əlinin sualı. Deməli, fiqurun birinin perimetr tərəfi verilibdir. Ay sağ ol. Əli 3-ü hardan tapdı? Nə bildin ki, bu birisi 3-dür? Çünki mən Hər biri bərabər yox, özündən 1 cm bu birisindən böyükdür. Aha, de görün. 2 vurarıq 3-ə 6 eləyər, 3-ə vurarıq 9 eləyər, 4-ü vurarıq 3-ə 12 eləyər, hamısında cəmi 27, cavab 27. Düzdür. Deməli, bərabər tərəfli üçbucağın perimetri düzlüyünə əsaslandı və 3 dənə bərabər tərəfli üçbucaq olduğundan topladı. Düzgündür, əyləş. Başqa kim cavab verər? Səyyarə. Buradan müxtəlif bucaq verilmişdir. Bucağın perimetri verilmişdir. Ay, Biz sağ bu ol. tapmaq üçün birinci biz 10 mm ilə
8-ni toplayarıq, 18. 24-dən də 18-ni çıxarıq, 6. 6 nə? Millimetr. Çox düzgündür. Bu da üçbucağın perimetri düsturuna əsaslanıbdır. Aysu, sən sualını tərtib elə. Hər bir fiqurun perimetrini hesablamaq üçün Aha, bayaqdan biz bunları öyrənmişdik. İndi sən bunları ümumiləşdirirsən. Bir görüm necə yazmısan. bərabər yanlı üçbucaqdır. 2b plus a. Aha, niyə? Çünki yan tərəflər düzgündür, çox düzgün. Sonra İkinci, 5 bu düzgün 5 bucaqlıdır. ay sağ ol, düzgün 5 bucaqlıdır. 5 vurulsun n. Aha. Üçüncü, 6 bucaqlıdır. Düzgün 6 Ay, sağ ol. bucaqlıdır. 6 vurulsun n. N. Dördüncü, bərabər yanlı trapesiyadır. 2 plus b, yox, 5 plus b plus 2 e. B. A plus B plus 2E. Niyə? Çünki yan tərəfləri bərabərdir. Digər tərəflər isə fərqlidir. Düzgündür. Əyləş deməli trapesiyanın perimetri düzgünə əsaslanmışıq. Başqa Elif, baxın görüm sən də hazırsan. Tərtib elə sualın. Mənə düz bucaqlı verir. Düz Aha. bucaqlının perimetri 15 santimetrdir. Uzunluğu isə 5,5 santimetrdir. Biz birinci 5,5'i 2'ye vurarıq. 11. 15'dən 11'i çıxarıq. 4 santimetr. 4'ü 2'ye bölərik. 2 santimetr və bərabərdir 2 santimetr. Deməli bir düz bucaqlının nə idi? Enidir. Ay sağ ol. Deməli düz bucaqlının eni 2 santimetr olar. Sən də nəyə əsaslandın? Düz bucaqlının perimetri düsturuna düzdür. Abbas buyur. Sənin sualını təqdim Bir elə. tərəfinin uzunluğu 4,75 santimetr olan rombun perimetrini tapın. Birinci 4,75'i 4'e vuralım. Eləyək. Ay sağ ol. Düzdür. Sən nəyə əsaslanmısan? Rombun perimetri düsturuna. Çox sağ ol. Başqa? Cəfər sən buyur. Sualını təqdim elə. Uzunluğu 59 santimetr. Eni isə Aha, testi. Cəfərin gözü testi. Perimetrini tapın. 4 desimetr bərabərdir 40 santimetr. 59 santimetr çıxılsın. 40 santimetr bərabərdir 19 santimetr. 59 santimetr plus 19 santimetr bərabərdir 78 santimetr. 78 santimetr vurulsun 2 bərabərdir 156 santimetr. Cavab D variantı. Çox düzgündür, düzdür. Əyləş. Deməli, uşaqlar, bu iş vərəqlərimizin nəticəsindən belə bir nəticəyə gəlirik ki, ümumiyyətlə, deməli, dərsimizi mənimsəmiş olmusunuz. Düzdür, şagirdlərimizdən tam mənimsəyənlər, orta mənimsəyənlər oldu və hətta dərsdə biraz zəif iştirak edənlər də oldu. Amma açın test kitablarınızı, biz gündəlik işlətdiyimiz dil testimizi açın, oradan bir sərbəst İşləyək görək ki, test cavab verəcək. Həndəsi fiqurlar bölməsində qalmışdıq axırıncı dəfə. Açın həndəsi fiqurların A variantını, həndəsi elementləri, hamaslı testləri, test dəftərlərinizi də açın. Şifahi həll etmə yolu ilə açaq, test bir oxuyaq, cavab verək. Yaxşı, birinci testimizi, baxın görün birinci testdə kim cavab verə bilər. Halil, buyur görün, testi oxu. Testimizi tərcümə elə. 190, 160, 78, 180 bucaqlarından iti bucaqları olanları göstər. Aha, buyur, hansı cavab olar? 53'üne 78. Aha, niyə? Halil, niyə? İti bucaqlar sıfırdan Sıfır dərəcədən. böyük, 90 dərəcədən az olur. Düzdür, əyləş. Doğrudur uşaqlar. İndi baxın ikinci testdə. Kim ikinci məsələni həll edə bilər? Kim cavab verir ikinci məsələyə? Dur. Abbas dur görüm. Oxu görüm məsələni. ABC düz bucağının daxili BD şurası elə çəkilmişdir ki, ABD bucağı ABC'nin 18/5 hissəsini 18-də 5. 18'də 5 hissəsini təşkil edir. Aha. BD bucağını tapın. Aha. Birinci müəllim, burada Abbas, birinci bizə nə deyir? ABC Düz bucaq. Düz bucaq necə
neçə dərəcədir? Mən yüksəsi. Düzbucaq. Mən nə? Düzbucaq neçə dərəcədir? De görüm 90 dərəcə. Hə, Abbas necə həll eləyək bu məsələni? Mən 90 dərəcə daxil. Burada da çəşmə. Mən 90 dərəcə. Unutdum. Başqa kim həll eləyə bilər bu sualı? Zəfər, gəl görüm lövhəyə. Gəl bu testi lövhədə həll elə görüm. Testi ilə götürcə çıxarır. Gəl lövhədə həll elə görüm. Cəld ol. İzah elə görüm, izahatını. Biraz səliqəli çək düzbucağı. Zəfər, biz şəkilə baxanda nədən bilək bu düzbucaqdır? Ay, sağ ol, düzdür. Yaxşı, sonra bizə nə deyir? BD şurası elə çəkilmişdir ki, Çəkir. ABD bucağı. Zəfər, şua haqqında deyə bilərsən. Şua nədir? Şura başlanğıcı olan, karşı sonu olmayan Ay, sağ ol. Və bunu niyə adlandırmadın? Adını da qoy. Düzdür. İndi tap görüm. Necə taparıq bunu? ABD bucağı ABC'nin 18'de 5 hissəsinə bərabər. Deməli, Zəfər, ədədin hissəsini necə tapırıq? Məxrəcinə bölüb sürətinə bölüb. Sonra 5 vurulsun. 5 bərabər 25. aha, bizdən hansı bucağı soruşur? Sən haramı tapmış oldun, Zəfər? 25 dərəcə bucağı. Ay, sağ ol, düzdür. Bəs bizdən haramı soruşur? DB bucağının 90 çıxılsın 25. Dərəcələrini də qoy. Ay, sağ ol. Dərəcə bərabərdir 65 dərəcə. Düzdür. Cavab B variantı. Çox düzdür. Gördünüzmü uşaqlar? Deməli, cavab B variantı. Əyləş. Başqa, üçüncü suala kim cavab verər? Bugünkü dərsimizə aiddir. Bunu kim deyər? De görüm, buyur. Perimetri 48 cm olan kvadratın tərəfini tapın. Aha. 48-i bölərik 4-ə, bərabərdir 12. Cavab A variantı. 12. Düzdür, əyləş elə. Bugünkü dərsimizi kvadratın perimetri düsturuna əsaslandı. Yaxşı uşaqlar, deməli dərsimizi yekunlaşdıraq. Testin qalanını evə tapşırıram, yoxlayacağım gələn dəfə. Bir də dərslikdən kitablarınızı açın, perimetri bölməsində gündəliklərinizə yazın. Səhifə 131-də, məsələn 6 ilə 8-i evə tapşırıram. İndi gündəliklərinizi açın, qiymətləndirmə aparaq. Bugünkü dərsimizin sonuna çatmış oluruq. Gündəliklərinizi açın, qiymətləndirmə aparaq. Bugün yaxşı qane eləyən şagirdlərdən biri oldun, Zəfər. Afərin sənə. Yaxşı mənimsəmsən dərsi. Gayet mənimsəyənlərimiz də oldu. Şahmaz dəstə çox zəif iştirak elədin. Hayır, sən də zəif iştirak elədin. Təyyarə yaxşı iştirak elədi, yaxşı mənimsəyib. Qalib orta mənimsəmişdim. Aktivliyi göstərmədi bugünkü dərsimizdə. Arzu, sən də üzərində daha çox çalışmalısan. Samir, sən də yaz qaydalarda da düzgün fikir verməlisən.
Məsələ həllində aktiv olmalısan. Zərrə. Mən qane eləməliyim. Yazmışmısan bilməm. Mən də orta iştirak elədiyim dərsdə. Yaxşı, beləliklə uşaqlar. Zəngimizin vaxtıdır. Dərsimiz yekunlaşdı. Yaxşı, uşaqlar, sən quruldu. Dərsimiz sona verir.